eləmisən mənim balama? Harda deyə bu qız, gecədən yoxa çıxıb, aç da bu telefonu. Axşamdan zəng edirəm, açmır. Məni də gətiriblər bura işləməyə. Nə olub? Avans verməliydilər. Qız yoxdur. Zəng edirəm qıza bayaqdan, qız telefonlarıma cavab vermir. Ay narahat olmayın, tapılar. Bəs mənə də avans verməliydiniz. Avans söz vermişdiniz. Pulumu verin də mənə. Veriləcək də, qaçırıq. Bax kişi gəlir, bax da. Onun yanında qətiyyən avans söhbəti eləmə. Eşitdin? Sən özün deyərsən. Deyəcəm. Sən pul söhbəti eləmə. Bax sən denən. Salam. Ha, Hoş salam. geldiniz. Necəsiz? Sağ olasın. Dincələ bilib bunlar. Hə, dincəliblər. Qız necədir? O da yaxşıdır. Dincəlir. Gözümə bir təhər dəyirsən. Sənə nə olub? Cəbrayıl müəllim, mənə avans verməliydiniz. O pulu verməyiblər. O pulu deyərdiniz də versinlər. Niyə verməmişsən avans? Rafiqə tapşırmışdıq. Həll eləyəcək. Hanı mənim balam, hə? Hanı? Cavab ver mənə. Cavab ver mənə. Ay, davay, cavab ver də mənə. Hanı mənim oğlum? Ay, model çək məndən. Cavab ver mənə. Bax sən mənim uşağıma nəsə eləmisən. Xəbərim var, bilirəm. De görüm nə eləmisən. Sənin oğlun kimə lazımdır ki, nəsə eləyəsən? Hanı mənim xuduşum? Mən nə bilim? Bu deyil. Bu deyək xudur. Xuduş yox, çaşdım şükür. Hanı mənim balam? Sən nəsə eləmisən mənim balama? Hardadır mənim balam?